Salam, ələ vaxtınız xeyir olsun. Hazırda Avropanın İTM Wave hava tədqiqatları mərkəzinin superkomputer modellərinin və ansambl modellərinin birləşdirilmiş məlumatlarını təllərlə tanış olur. Yəni artıq 2026-cı ilin avqust ayının 3-cü 10 günü ilə doğru Qafqazın cənubu Azərbaycan ərazisində, yəni əvvəlki dövrlərin avqust ayı ilə müqayisədə xüsusilə də dağətəyi və dağlıq rayonlarda hava şəraitinin daha tez dəyişilməsi gözlənir. Ötən illərlə müqayisədə bu proses 15-20 gün daha tez başladı 2026-cı ildə və bu prosesə biz daha da diqqətlə geniş olaraq nəzər salsaq görərik ki, Avropanın baxın qərb hissəsində cənubundan mərkəzi hissəsinə doğru yayılan bir antisiklon sistemi müşahidə edilir. Yəni atmosfer təzyiqinin orta troposferdə artması, lakin Rusiyanın qərbində, Şərqi Avropada, Şimali Qafqazda, Qara dənizin şimalında isə atmosfer təzyiqinin orta troposferdə bir xeyli azalması gözlənir. Yəni bu proses nəticəsində baxın bu şəkildə bir hava dövrəni müşahidə edilir. Yəni cənubdan daxil olan isti hava dalğaları Afrikanın şimalından quru tropik hava axınları Aralıq dənizinin rütubətini böyük bir sürətlə deməli Avropanın qərbinə və mərkəzi hissələrinə doğru, yəni Böyük Britaniyaya, İspaniya, İtaliya, Fransa ərazisinə, Almaniyanın qərb hissəsinə doğru isti hava dalğasının daşıması müşahidə edilir. Lakin bu sistem, bax, bu antisiklon bu şəkildə dönür və burada siklonun da sol qolu ilə daşınan sərin hava dalğalarının da Qafqaz ərazisində, yəni xüsusilə də Azərbaycanın dağlıq və dağətəyi ərazilərində bir qədər əvvəlki illərlə müqayisədə avqust ayının artıq ikinci 10 günün sonlarına doğru və üçüncü 10 günün hava şəraitinin mövsümdən kənar bir qədər tez sərinləşməsi gözlənir. Deməli, bu proses avqust ayının artıq xüsusilə də ikinci 10 günün sonlarına doğru, yəni 15-i, 16-sı və ondan sonraki günlərdə daha tez-tez təsirli olacaq və bu Rusiyanın qərbindəki deməli ekstratropik siklon sisteminin böyük bir sürətlə keçərək, baxın burada Qazaxıstan arasına doğru yayılması, lakin deməli bu sistemin bir qolu da Qara dəniz arasında. Baxın burada bir növbəti bir mini bir ekstratropik siklon sisteminin formalaşması gözlənir avqust ayının 15-i axşama doğru olmasında. Yəni Aralıq dənizindən daşınan rütubətli hava axınları, Rusiyanın qərbindən daşınan sərin hava axınları və baxın burada deməli Qafqaz arasında həm isti hava dalğaları, həm rütubətli hava dalğaları, həm də ki sərin hava dalğalarının toqquşması nəticəsində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda, Naxçıvan dağlıq ərazilərində, eyni zamanda Cəlilabad, Yardımlı, Lerş, Astara, deməli Lənkəranın dağ kəndlərində mövsümdən kənar bir qədər sərinləşmə potensialı var. Eyni zamanda Böyük Qafqazın bu Quba, Qusar arasında, Dağlıq Şirvanda. Deməli bu o deməkdir ki, dağlıq ərazidə avqust ayının 15-i və 16-sı, 17-sində tez-tez lokal, lakin intensiv leysan, dolu ildırım prosesləri gözlənir. Bu da bir qədər avqust ayının deməli ikinci 10 günün sonları üçün bir qədər erkən bir payız siqnallardır. Bu hansı ki kanalımızda əvvəlcədən bildirmişəm ki, mən Super El Niño'nun təsiri ilə də bu proseslər 2026-cı ilin artıq bu oktyabrına doğru daha ciddi hiss ediləcək. Yaxın günləri bu barədə ətraflıca danışacağam. Deməli bu prosesin inkişafı avqust ayının artıq 15-i axşama doğru, 16-sı gündüzə qədər bu prosesin daha da güclənməsi, yəni Böyük Qafqaz, Kiçik Qafqazda, eyni zamanda Naxçıvan dağlıq ərazilərində və xüsusilə də Yardımlı, Lerş, Aslan dağ kəndlərində və Dağlıq Şirvanda və Böyük Qafqazın bu Quba Qusar ərazisində yağıntıların qısa müddətli, intensiv və güclü olması, yəni avqust ayının 15-dən 16-sına keçən gecə kifayət qədər güclü bir yağıntılar gözlənir. Çünki sərin hava dalğaları, baxın burada Aralıq dənizi və Aralıq dənizinin şərqində və Qara dəniz ərazisində formalaşan ekstratropik siklon sisteminin orta troposferdən rütubətli tamamlı olaraq Qafqaza doğru daşınması, yəni Qafqaz ərazisi həm isti hava dalğalarının, həm də rütubətli ekstratropik siklon sisteminin təsiri altında olacaq. Yəni baxın orta troposferdə bu şəkildə baxın Atlantik okeanına daşınan deməli rütubətli hava axınlarının Aralıq dənizindəki siklonla birləşməsi və baxın burada əməlli başlı bir bu şəkildə bir hava dövrəni gözlənir. Orta troposferdə yəni rütubətli hava axınlarının daşınması, bu da dağlıq rayonlarında bir daha bildirilən Böyük Qafqazın, yəni Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Quba, Qusar, Dağlıq Şirvanda, Kiçik Qafqazın Daşkəsən, Gədəbə, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda, Naxçıvanın dağ kəndlərində, eyni zamanda Yardımlı, Lerş, Astaranın dağ kəndlərində kifayət qədər intensiv bir leysan, dolu və ildırım prosesləri avqust ayının 15-i axşamına doğru, 16-sı gün ərzində və 17-ci günüzə qədər bu prosesin arabir lokal güclənməsi ehtimalları var. Və bundan sonraki proseslər necə baş verəcək, artıq
bu proses üstündə modelin sonraki günlərinə biz baxırıq. Yəni bu bir daha bildirirəm ki, Ensemble modeli ilə superkomputer modellərinin birləşdirilmiş məlumatlardır. Yəni bu artıq ECMWF-in ən güclü modellərindən biridir. Bəli, avqust ayının deməli 19-u və 20-sində baxın bura növbəti bir sistem. Yəni də baxın Atlantik siklonlarının, baxın Atlantikdən daşınan orta troposferdəki siklonların rütubəti daşınması və burada yenə də baxın Qara dəniz tipli hava axınlarının və Aralıq dəniz tipli hava axınlarının birləşməsi və bu sistem təbii ki, baxın bu şəkildə orta troposfer rütubəti Qafqaz arasına doğru daşınması gözlənilir. Deməli, avqust ayının 19 və 20-sindən başlayaraq növbəti bir qeyri-sabit hava dalğasının Azərbaycanın Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda və eyni zamanda Masallı, Lənkəran, Lerik və Yarımlı Dağ kəndlərində yenidən bir Leysan dolu dalğasının müşahidə edilməsi ehtimalları var. Hələ ki, Bakıda ciddi bir deməli, sərinləşmə ehtimalları yoxdur. Şimal şölələrinin güclənməsi ola bilər, yəni sarı xəbərlərə uyğun. Bu da Bakıda nisbətən bir sərinlik hiss edilə bilər, amma əsas bu proses Böyük Qafqazın və Kiçik Qafqazın eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Aslı və Lerik dağ kəndlərində kifayət qədər sərin hava dalğasının müşahidə edilməsi gözlənilir. Xüsusilə də deməli bu proses Dağlıq Qarazlarda aktiv olacaq. Yəni mərkəzi aranda və Bakıda isə yəni bu sərin hava dalğasının daha az hiss edilməsi gözlənilir. Deməli avqust ayının 22-si axşama doğru və 23-də növbəti proses gözlənilir. Çünki mən burada görürəm ki, baxın burada yenidən Xəzər dənizinin şimal hissəsində bir sistemin bir qolu yenə də baxın burada Qafqaza doğru daxil olacaq, amma Atlantikdə yenə güclü bir siklonlar aktiv olacaq. Eyni zamanda 2026-cı ilin oktyabr və noyabr aylarında çox illik maksimum həddən rekord bir yağıntı gözlənir. Bu barədə mən yaxın günlərdə çox ciddi bir uzun metrajlı bir video yayımlayacağam. Bu artıq deməli son dövrün deməli ən son məlumatlarını birləşdirəcək, yəni ən dəqiq modellərin son məlumatları, yəni ECMWF-dir, Kopernik İqlim Tədqiqatları Mərkəzi, NOAA-nın, yəni Amerikanın Milli Okean və Atmosfer Departamentinin bütün bu qlobal miqyaslı atmosfer araşdırmalar mərkəzlərinin birləşdirilmiş məlumatlarını deməli bu sistem deməli videoda bu sistemin son məlumatlarını birləşdirib sizə çatdıracağam. Deməli, avqust ayının 23-cü axşam doğru 24-də yenə də baxın burada Azərbaycan arasında Böyük Qafqaz, Kiçik Qafqaz, Cəlilabad, Astrada və Dağlıq Şirvanda bir lokal leysan dolu ildırım prosesləri yenidən intensiv müşahidə edilə bilər. Amma bu lokal deməli buludlar olacaq, çünki geniş miqyaslı bir bulud olmayacaq. Burada yəni mərkəzi alanda və Bakıda bu proses zəif hiss edilsə də dağlarda bu kifayət ciddi bir erkən payız siqnallarına səbəb olacaq. Bu prosesin sonraki inkişafı bəli avqust ayının 24-ü və 25-də yenə də baxın burada bir sistem müşahidə edilir və bu sistemin təsirləri, yəni belə desək avqust ayının 15 axşamı 16-sında birinci dalğa, avqust ayının 19-u 20-ci 21-də ikinci dalğa və üçüncü dalğa avqust ayının 23-cü axşam 24-ü və 25-də bir üçüncü bir dalğa gözlənilir. Baxın burada yenə də baxın bu sistemin təsiri ilə Böyük Qafqaz, Kiçik Qafqazda hava şəraitinin kəskin dəyişilməsi potensialı var. Bu barədə mən daha ətraflı danışacağam. Lakin avqust ayının deməli 26-27 və 28-də bir qədər bir temperatürün artması potensialı var, amma bu da uzun müddətli olmayacaq. Çünki artıq avqust ayının sonlarına doğru yaxınlaşdıqca təbii ki gündüzün, yəni günəş radiasiyası da azalır, payıza doğru gedirik və artıq burada gördüyünüz kimi siklonların da ekstratropik tipli siklon sistemlərinin aktiv inkişafı müşahidə edilir və avqust ayının 29-u və 30-da baxın burada ciddi bir sistem potensialı. Bu Ensemble modeli ən dəqiq modellərdən biridir. Deməli 50-51 modelinin birləşdirilmiş məlumatlarını göstərir. Baxın burada sistem kifayət güclü olacaq. Avqust ayının 29-da növbəti bir deməli Qara dəniz, Aralıq dəniz siklonları və Rusiyanın qərbindəki ekstratropik tipli siklon sistemləri ilə bərabər Atlantik siklonlarının da yəni 3 sistemin burada qarşılıqlı əlaqəsi gözlənir avqust ayının son günləri 28-29. Deməli bu sistem də tədricən sentyabr ayının əvvəllərinə doğru bu Qafqaza doğru yaxınlaşacaq. Yəni avqust ayının 28-i, 29-u, 30-u və 31-də Azərbaycanda bir istilik dalğasına bənzər bir proses olacaq, amma bu artıq sonuncu istilik dalğası sayıla bilər. Lakin bu sistem artıq sentyabr ayının ilk həftəsində tədricən Qafqaza doğru yaxınlaşacaq. Deməli sentyabr ayının birinci həftəsində də 4-cü dəfə bir dəyişiklik potensialı var. Mən bu barədə ətraflı danışacağam.
Bir daha bildirirəm ki, avqust ayının artıq 15-i gün ikinci yarısı, avqust ayının 15-dən 16-sına keçən gecə 16 avqust günün birinci yarısında Azərbaycan Kiçik Qafqaz rayonları, Böyük Qafqazda və Yardımlı Leriç Aslanlı dağ kəndlərində və Lənkəranın dağ kəndlərində intensiv və güclü leysan, dolu ildırım prosesləri gözlənir. Deməli, bölgə və bölgə bu məlumatları mən sizə diqqətə çatdırmağa çalışıram. Avqust ayının 15-i gün ikinci yarısında baxın burada. Deməli, Yardımlı Leriç Aslı və Lənkəranın dağ kəndlərində deməli bu Xəzər dənizindəki bu sistemin, deməli bu Xəzər mussonlar adlanan bir proses var. Artıq payız fəslinə doğru bu sistem aktivləşir. Amma bu illər 2026-cı ilin artıq avqust ayının ikinci 10 günün sonlarında bir qədər erkəndən bu sistemin daha aktiv olması gözlənir. Yəni bir qədər tez başlayacaq. Deməli bu sistem nə deməkdir? Xəzər dənizinin daşınan rütubətli hava axınlarının Aralıq dənizindən, yəni cənub-qərbdən Aralıq dənizindən daşınan sistemlər, baxın burada Aralıq dənizindəki hava axınları ilə Xəzər dənizində daşınan sistemlər cənub rayonlarında birləşəcək. Bu da avqust ayının 15-i axşama doğru 16-sından keçən gecə baxın burada intensiv bir leysan proseslərinə səbəb olacaq. Deməli, Yardımlı Leriçin dağ kəndlərində və Aslanın dağ kəndlərində avqust ayının 15-i gün ikinci yarısından başlayan yağışlar avqust ayının 15-i axşam, 15 avqustdan 16 avqusta keçən gecə yağıntıların intensiv və güclü olması potensialı var. Bu da təbii ki, sahillərdə suluğun artmasına səbəb olacaq və bu bir qədər erkəndən bir payız leysanlarına səbəb olacaq. Və Azərbaycanın deməli Böyük Qafqaz rayonlarında da kifayət qədər ciddi bir konflikt aktivliyi gözlənilir. Yəni Böyük Qafqazın Balakan, Zaqatala rayonlarında avqust ayının 15 axşamı doğru və 16-sında bir ildırım, leysan, dolu potensialı var. Və bu sistemin bir qolu ola bilsin ki, Mərkəzi Arun rayonuna doğru yayıla bilir, amma birbaşa peyç və radar məlumatlarının təlləri əsasında son dəqiqə məlumatlarının izlənməsi vacib sayılır və Zaqatala eyni zamanda Qazax ərazisində, Gəncədə və Balakan ərazisində və eyni zamanda Daşkəsən Cənab rayonlarında ciddi bir yağıntı potensialı var avqust ayının 15-i axşamı doğru 16-sında. Bir daha bildirirəm, bu proses daha çox Azərbaycanın deməli Böyük Qafqaz, Kiçik Qafqaz, Yardımlı Leriç Aslanın dağ kəndlərində müşahidə edilir. Yəni Azərbaycanın Dağlıq və Dağıtay kəndlərində avqust ayının 15-i axşamı doğru 16-sında bir leysanın intensiv və güclü olması, lokal leysan xəttli yağışların yağması potensialı var, amma Mərkəzi Aralanda və Bakıda bu proses zəif hiss ediləcək. Bu prosesin deməli inkişafı haqqında yaxın günlərdə son dəqiqə məlumatları kanalda yayımlanacaq. Eyni zamanda deməli sabahları birbaşa peyç məlumatlarının təlləri əsasında da yəni bu sistem peyçdən necə görünəcək, buludların inkişafı bu barədə yenilənmiş məlumat kanalda yayımlanacaq. Eyni zamanda yaxın günlərdə 2026-cı ilin payız mövsümündə gözlənilir. Bu mövsümdən kənar və bol bir yağış. Yəni payızda yağışlar yağır təbii ki, amma 2026-cı ilin oktyabr, noyabr aylarında isə çox ciddi və çox illik, yəni son 50-150 ilin ən şiddətli yağıntılar gözlənilir. Bu barədə mən deməli modellərin ən son məlumatları haqqında kanalda yeni uzun metrajlı videoları mən yayımlayacağam.